Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Bugün biz hər kəsə bir həqiqəti xatırladırıq. Əlillik bir məhdudiyyət deyil. Məhdudiyyət cəmiyyətin yaratdığı fiziki və mənəvi bariyerlərdir. Əlilliyi olan insanlar həyatda daha çox mübarizə aparırlar, daha çox sınaqla üzləşirlər. Amma buna baxmayaraq, onlar daha iradəli, daha dözümlü və daha güclü olmağı bacarırlar. Onların hər addımı bizə həyat dərsi verir. Bizim üzərimizə düşən isə çox sadədir. Onları anlamaq, onlara hörmət etmək, onları bərabər hüquqlarla qəbul etməkdir. Hər kəsin hiss etməyə, yaşamağa, sevilməyə, özünü ifadə etmək haqqı var. Heç kim fərqliliyi ilə üstün və ya aşağı deyil. Çünki insanı dəyərli edən onun ruhu, ürəyi və xeyirxahlığıdır. Gəlin bu dünyanı əlçatan, daha ədalətli və daha mərhəmətli edək. Çünki əlillik yoxdur, maneələr var. Maneələri aşmaq isə birlikdə olanda mümkündür. Bugün biz yalnız çətinliklərdən deyil, əlilliyi olan insanların əldə etdiyi böyük nailiyyətlərdən danışırıq. Onlar sübut etdilər ki, həqiqi güc bədəndə deyil, iradədədir. İdmanda paraolimpiya çempionlarımız dünyaya göstərdi ki, qərarlılıq bütün maneələri aşır. Onlar qızıl medallar qazandı, rekordları qırdı. Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Hər biri bir mesaj verdi. Məhdudiyyət yox, məqsəd var. Əmək və peşə sahəsində isə əlilliyi olan insanlar texnologiya dərslərində yeni əl bacarıqları öyrənir, öz məhsullarını hazırlayır, yaradıcılıqlarını gerçəyə çevirirlər. Bəziləri toxuculuq, ağac işləmə, əl işi sənətlərində ustalıq nümayiş etdirirlər. Bəziləri proqramlaşdırma, dizayn, mühəndislik kimi sahədə fərqlənirlər. Onlar cəmiyyətə göstərir ki, istedadın sərhədi yoxdur. Onların yaratdıkları işlər yalnız gözəl deyil. Onlar iradənin, ümidin, ruh gücünün əsərləridir. Bu insanlar bizə bir həqiqəti öyrədir. Əlillik insanın yolunu bağlamır. İnanmaq, çalışmaq və dəstək bütün qapıları açır. Onların hər bir uğuru, hər bir nailiyyəti bir çağırışdır. Biz də daha anlayışlı, daha ədalətli və daha inklüziv bir cəmiyyəti quraq. Çünki əlillik yoxdur. Uğuru dayandıra bilməyən insanlar var.